Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Həftənin son günündən hər birinizi salamlayıram. Qarşıdakı bir saat ərzində Offside efirdə olacaq və mən Günay Xəlil, Ceyhun Rızayev sizinlədir. Salam Ceyhun, xoş gəlmisən. Salam Günay, salamlayıram səni, bütün dinləyiciləri və sonda YouTube-da bizə baxacaq tamaşaçıları. Əhvalın yaxşıdır. Əhvalım yaxşıdır. İstilər qurtardı. Axır ki son 2-3 gündə biz yavaş-yavaş o soyuğu hiss etməyə başlamışıq. Darıxmışdıq soyuq üçün. Çox çəkdi isti. Mən ümumiyyətlə bu qədər isti keçən noyabr ayı xatırlamıram. Noyabr ayı məsələn hardasa oktyabr ayı kimi keçdi. Amma biraz isti üçün həqiqət istidən bezdik. Mən ümumiyyətlə hər şeydən biraz bezən adamam. Eynilikdən. Məsələn mən bir yerdə məsələn 2 saat oturaram. Məsələn bir kafedə və ya restoranda sana. Əgər 6 saat oturacamsa, digər 2 saatı başqa yerdə oturam. Digər 2 saatı eyni yerdə məsələn 6 saat otura bilmərəm mən. Xeyir verirsən restoranlara, o isti ilə bağlı bunu deyim ki, məsələn mən də artıq evdən çıxanda adətən dekabr aylarında əvvəllər kurtka ilə, palto ilə çıxırdımsa, indi ancaq pencə ilə gəlirəm. Futboldan danışmağa keçək. Sonra başlayacaqlar futboldan başqa hər şeydən danışırlar. Azərbaycan Kubokunun bu həftə daxilində oyunları keçirildi. 8-də 1 final qarşılaşmaları baş tutdu və artıq 4-də 1 finalın cütləri də bəllidir. Əvvəlcə bir qarşılaşmalara hansı oyunlarda, hansı nəticələr qeydə alındı? 2-4 dekabr tarixlərində baş tutdu bu qarşılaşmalar. Dünən yekunlaşdı. Əvvəlcə Şaxtar Qusar Turantovuzla qarşılaşdı. Turantovuzun 2-1 hesablı qələbəsi ilə yekunlaşdı bu görüş. Zirə Neftçini mübarizədən kənarlaşdırdı. Şamaxı Baku Sportingə qalib gəldi 1-0 hesabı ilə. İmişli Sabaha məğlub olaraq mübarizəni dayandırdı Azərbaycan Kubokunda. 1-2 hesablı qələbəsi qeydə alındı Sabahın. Qarabağ gözlənilən kimi Azərbaycan Kubokunda yolunu davam etdirir. 3-0 hesabla Karvan Yevlaxı məğlubiyyətə uğratdı. 2-1 hesabla Qəbələ Şəfanı. Şəfaya qalib gəldi. Difai Ağsu isə Sumqayıta 1-3 hesabı ilə məğlub oldu, uduzdu və son qarşılaşma isə Araz Naxçıvan, Misli Premyer Liqası komandaları arasında Araz Naxçıvan və Kəpəz komandaları arasında baş tutdu ki, bu qarşılaşma da əlavə vaxtda Kəpəzin 1-0 hesablı qələbə qazanması ilə yekunlaşdı və beləliklə Azərbaycan Kubokunda 4-də 1 final mərhələsinin də bütün cütləri bəllidir, məlum oldu. Turantovuz Kəpəzlə qarşılaşacaq, Zirə Sumqayıtla üz-üzə gələcək, Şamaxı Qarabağla, Sabah isə Qəbələ ilə. Fikir verdin 8-də 1 finalında böyük bir sürpriz yaşanmadı. Heç bir aşağı liqa komandası, 1-ci liqa komandası Premyer Liqa komandasını keçə bilmədi. Son dəfə belə hal 5 il əvvəl yaşanıb. 5 mövsüm əvvəl 1-ci liqada çıxış edən Kəpəz Sabahı keçmişdi. Yəni bizdə liqalar arasında ciddi səviyyə fərqi var. Məsələn, Qəbələ Şəfa oyununa baxdım. Şəfa sürpriz deyirdim, bəlkə buradan çıxa bilər. Gücü çatmadı Şəfanın Qəbələyə. Ciddi çünki fərq var bizdə. Misli Premyer Liqası klubları ilə 1-ci liqa klubları arasında fərq də nədən yaranır? Büdcədən. Dövlətin ayırdığı dotasiya birinə ildə 2 milyon yarımdır, birinə 300 min manatdır. Məsələn, Şəfa hələ böyük xərclər çəkir, daha yaxşı heyət qrubu, iddialı heyətdə. Onunla belə yenə Qəbələ ilə bacarmadı. Oyuna baxırsan, sanki oyun düzgün qurulub, Şəfa savadlı futbol oynayır, amma futbolçu keyfiyyəti gec-tez özünü göstərməsən. Şəfada Qəbələdə kimi o hücum triosu yoxdur qabaqdakı, Ovusudur, Baluadır, belə futbolçuları yoxdur. Bir sürprizin də Araz Naxçıvan Kəpəz qarşılaşmasında yaşandığını deyə bilərik. Bəli, böyük sürpriz olmasa da bəli, kiçik sürpriz adlandırmaq olar, amma ikisi də Premyer Liqa klubudur. O baxımdan mən deyirdim, böyük sürpriz saymıram. Kəpəz çox üstün oynadı. Kəpəz layiqli şəkildə 4-də 1 finala adladı. Mən ümumiyyətlə Araz Naxçıvanı Elmar Baxşevin təbirincə desək, tanıya bilmədim. Sanki Araz Naxçıvanla Kəpəz yox, Qarabağ oynayırdı. Kəpəz Qarabağ kimi oynayırdı. Üstün idi. Araz Naxçıvan bilmir necə oynasın. Qapanmışdı, heç nə eləyə bilmirdi. Hələ ümumiyyətlə oyuna əlavə vaxta getməməli. Kəpəz o qol imkanlarına istifadə etsəydi, 2 top tirdən qayıtdı, 1 top dirəkdən. Qol epizodlarına istifadə etsəydi, əlavə vaxta getməmiş Kəpəz oyunda qalib gəlməli idi. 8-də 1 final cütləri arasında aşağı-yuxarı bütün hansı komandaların mərhələni keçəcəyi bəlli idi və bunlardan biri də Zirə və Neftçi komandaları arasında başlayan oyunda idi ki, görüş Zirənin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı və mərhələni adlayan tərəf oldu. Burada yanan da yenə də Neftçi oldu. Elə bil problemlərin ardıca problemlər də gəlir. Azərbaycan Kubokunda da mübarizəni dayandırmış oldu. Beləliklə artıq mövsüm Neftçi üçün bitibmi, yekunlaşıbmı? Baba Pünhan bir şeiri yadıma düşdü. Bakının dərdi var, Bakı xəstədir.
Bakı sözünü Neftçini əvəz eləsə, Neftçinin dərdi var, Neftçi xəstədir. Nə bilim, bütün təbiblər yığılıb, həkimlər konsilium eləyib bəlkə bu xəstəyə diaqnoz qoya bilərlər. Ya, məşqçilər dəyişir, heç nə, Neftçidə yenə heç nə dəyişmir. Xarici məşqçi gəlir, alınmır. Yerli məşqçi gəlir, alınmır. Neftçi heç cür uğursuzluq zolağından çıxa bilmir. Yəni, bilməm nə olacaq bu Neftçinin. Yerli məşqçi də ancaq Samir Abbasova bir uzun illərdən sonra yenə də imkan verildi. Və imkan verildi, kifayət qədər imkan verildi. Ötən mövsümün oktyabrda, noyabrda gəlmişdi. Yəni mövsümün yarısından çoxunu çalışdırdı komandanı, özü yığmadığı futbolçuları çalışdırdı, Avropaya düşə bilmədi. Yaxşı anladıq. İkinci bir şans verildi Samir Abbasova yayda. Tam özü istədiyi futbolçular, geniş səlahiyyət, çox saylı bahalı futbolçular, nəticə yoxdur yenə. Bəlkə də Samir Abbasovu komandadan göndərməkdə tələsdi Neftçi. Bu da ola bilər. İndi Yuri Vernidub gəlir, yəni yol üstündə də xüsusi icazə ilə Ukraynanı çıxardıb gətirəcəklər Bakıya. Yaxşı, mən əminəm ki, Vernidub nəticə verməsə deyəcək mənim komandam deyildi. Tamam. Yayda ona da bir şans veriləcək. O da legionerlər göndərəcək bəzilərini, yeni futbolçular gətirəcək. Lakin komandanın səviyyəsi ötən mövsümdən kifayət qədər artıqdır hazırda futbolçuların. İndiki futbolçular ötənlikindən daha yaxşıdır, amma Neftçidə yenə eyni problem var. Neftçidə bəzi mövqelərə yenə artıq futbolçular yığıblar. Məsələn, hücumda alternativ çoxdur. Cinah oyuncular. Amma məsələn, müdafiənin sonunda kim var Mustafa Sekdən başqa? Yoxdur. Mustafa Sekdən başqa sol cinah müdafiəçisi. Deyə bilərsən ki, kimi səni sol ayağını qoyarıq ora. Məsələn, Xaçayevə qoyarsan oynayar. Amma nə qədər effekt verəcək? Baxırsan ki, amma bəzi mövqelərdə həddindən artıq eyni mövqedə çox oyuncu var. Amma bəzi mövqedə də transfer edilməyib. Müdafiənin mərkəzi məsələn, neçə oyuncusu var Neftçinin? Belə. Stoper. Azərbaycan kuboku yekunlaşdı Neftçi üçün. Mübarizəsi burada dayandı. Avrokuboklara vəsiqə qazanması da çox müşkil məsələ olacaq Neftçi üçün mövsümün gedişatında. Kubokun 4-1 final cütləri barədə bəs fikirlərin nədir? Turantovuz, Kəpəz, Zirə Sumqayıt, Şamaxı Qarabağ və Sabah Qəbələ oyunlarından hansı komandalar aşkar favoritlərdir? 4 cütün 4-ündə də favorit var. Yəni Turan Kəpəz oyununda Turan favoritdir, Şamaxı Qarabağda Qarabağ, Sumqayıt Zirədə Zirə, Sabah Qəbələdə Sabah. Neçə sürpriz? Mən burada məsələn maksimum bir sürpriz yaşana, bir oyunda sürpriz yaşana bilər hansısa oyunda. Amma belə mən düşünmürəm ki, favoritlər mübarizəni dayandırsınlar. Yəni yarım finalda mən Turan Tovuzu görürəm, Qarabağı, Zirəni və Sabahı, bəlkə hansısa cütdə bir sürpriz yaşana bilər. Və kubokun qalibi olacağını, hansı komandanın qalibi olacağını indidən proqnoz vermək istəyirsən, yoxsa məsələn Sabah ötən mövsümün sonunda bizi təəccübləndirdi. Bəli, məsələn ötən mövsüm fikirləşirdik ki, Qarabağ finala çıxıbsa kuboku Qarabağ götürür, amma götürə bilmədi. Sabah uddu. Nəyə görə? Məsələn bir oyunda gözlənilməz nəticə ola bilər. Bax 8-1 final bir oyundan ibarətdir. Görsən Kəpəz Araz Naxçıvan keçdi. 2 oyundan ibarət olsa bəlkə də Araz Naxçıvan cavab maçında toparlanıb uduzmazdı. Və ya kubokun finalını götürə. 1 oyundan ibarət. 2 oyundan ibarət olsa bəlkə də Qarabağ oyunu Sabaha uduzmazdı, verməzdi. Ona görə mən deyirəm ki, 4-1 finalda mən çox da sürpriz gözləmirəm. Favoritlər özlərindən daha zəif komandaları keçəcəklər. Kəpəzə qarşı maçdan sonra Araz Naxçıvanın baş məşqçisi Elmar Baxşıyev maraqlı bir fikirlər səsləndirmişdi. Deyir ki, 5-6 oyundakı açığı komandamı tanıya bilmirəm. Həqiqi mən də oxuyanda biraz qəribə gəldi. Son vaxtlar Araz Naxçıvanda ciddi eniş var. Nəticələrdə də, oyun planında da 13-cü turda Qəbələyə uduzdular. İndi də kubokda Kəpəzə uduzdular. Araz Naxçıvan mövsümə böyük iddialarla başlamışdı. Yəni büdcə artıb, bahalı futbolçular alıblar. Tək Patrik Andrade $350,000 maaş verirlər. İlk üçlü idədilər, mövsüm keçəndə yavaş-yavaş o. Yəni Araz Naxçıvanın bu dəqiqə büdcəsi Premyer Liqada 4-cüdür. Qarabağ, Neftçi, Sabahdan sonra 4-cü büdcə bu dəqiqə Araz Naxçıvandadır. Amma
oynadıqları oyun, yığdıqları xal, göstərdikləri nəticə tərs mütənasibdir büdcə ilə. Yəqin ki, bu da komanda rəhbərliyini əlbəttə ki, razı sala bilməz. Yəqin ki, o mütləq ki, razı salmır. Ola bilsin ki, baş məşqçi dəyişikliyi olsun, Elmar Baxşıyev getsin. Amma Elmar Baxşıyevin o 5-6 oyunda komandamı tanıya bilmirəm cümləsində əslində çox şey tapmaq olar. Bu nə deməkdir? Yəni ki, yəni elə çıxır ki, sanki bəzi futbolçular bilərəkdən oynamırlar. Yəni bilərəkdən zəif oynayırlar. Meydanda can yandırmırlar. Bu cümlədən bir şey mətbuata çox da danışmaq istəyirəm, amma bu cümlə özü-özündə əslində Araz Naxçıvanda komanda daxili atmosferin yaxşı olmadığını göstərir. Demək ki, bəzi futbolçularla baş məşqçinin arasında problem var. Azərbaycanlı baş məşqçilər arasında, ümumiyyətlə Misir Premyer Liqasındakı çalışdırıcılar arasında məncə ən vəzifəsindən göndərilməsinə hazır olan baş məşqçi Elmar Baxşıyev ola bilərdi. Elə ötən mövsüm artıq klub rəhbərliyi bildirmişdi. Amma Elmar Baxşıyev, yəni inansa hər oyun, məsələn Araz Naxçıvan hesabda geri düşəndə öz-özümə deyirəm, yazıq Elmar, nələr çəkir orada texniki zonanın kənarında. Özü də belə biraz üzü ifadəsi də fağırdı Elmar Baxşıyev. Elmar yəni yaxşı insan, mən onu çox istəyirəm. Amma klub rəhbərliyi ilə hər oyundan sonra səndən hesabat istəyən, ultimatum verən ki, 2 ay nəticə olmasa göndərəcəm. Bir də biz Araz Naxçıvan rəhbərliyinin bildik biraz sərt xarakterli insanlardır. Ona görə deyirəm ki, yazıq Elmar. Salam Radio 93 FM-də Offside dinləyirsiniz. Musiqi və reklam faysamız olacaq. Daha sonra müzakirəmizə Ceyhunla qaldığı yerdən davam edəcəyik. Salam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və bu həftədən etibarən artıq sabahdan etibarən Misli Premyer Liqasında yeni tur, 14-cü tur start götürəcək. Turun qarşılaşmalarına əvvəlcə bir nəzər salacağıq. Bizi məncə 2 maraqlı qarşılaşma gözləyir. Zira Qarabağ və Sabah Neftçi ilə üz-üzə gələcək. Biraz yəni artıq derbi havası verir bu qarşılaşma, xüsusilə Bakı derbisi. Zira Qarabağ qarşılaşmasından nə gözləyə bilər? Elə tura Sabah bu görüşlə start verəcək. Məncə Qarabağ üçün çox yaxşı oldu. Ajax-la oynanan əvvəl Zira ilə qarşılaşmaq. Zira bildik ki, çempionatımızın ən yaxşı klublarından biridir. Yaxşı futbolçuları var. Çox maraqlı futbol oynayır, intizamlı futbol oynayır. O baxımdan Qarabağ üçün Ajax-la oyundan əvvəl çox yaxşı bir hazırlıq olacaq. Hər nəticə ola bilər bu maçda. Çünki Qarabağ ideal 11-liyini oynayacaq. Qurban Qurbanov kimləri ki Ajax-la maçda meydana buraxacaq, onları da Zirəyə qarşı oynatmalıdır ki, komanda futbolçular tonusda qalsınlar. Favorit əlbəttə ki Qarabağda, amma Zirədən hər şey gözləmək olar. Zirə yəni yaxşı komandadır. Qarabağla bağlı qarşıdakı dəqiqələrdə daha çox danışacağıq. Xüsusilə Ajax-la oyun öncəsi baş verənlər, bilet satışı və s. Karvan Yevlax Şamaxı ilə qarşılaşacaq. Bu turda bu görüş barədə fikirlərin necədir? Karvanın məşqçisi dəyişib. Füzuli Məmmədov artıq komandanı necə bir təəssürat buraxdı səndə? Bir çempionat, bir kubok oyununa çıxarıb. Füzuli Məmmədov intizamlı məşqçidir. Müdafiəsi mütləq yaxşı olmalıdır. Çalışacaq. Gördüyüm odur ki, bu 2 oyunda Karvanda birinci istəyir ki, müdafiəni düzəltsin. Komandanı 5 müdafiəçini oynadır, 3 stopperlə sevir bu sistemi Füzuli Məmmədov. Ötən il Mingəçevirdə bunu tətbiq eləmişdi və çox da müvəffəq olmuşdu. Komandanı qışda götürüb aşağı pillədən gətirib 4-cü yerdə təhvil verdi. Məncə bu baş məşqçi dəyişikliyi Karvanın xeyrinə olacaq. Qışda əgər bir neçə transfer edilə bilsə, daha çox yəni ki, yerli götürəcəklər. Çünki onlar liqanı götürsələr, hər oyunçuya görə 200.000 manat pul ödəməlidirlər. İnanmıram bunu eləsin. Komanda bir neçə futbolçuna güclənə bilsə, Füzuli Məmmədov komandanı Premyer Liqada saxlaya bilər. Bakı derbisindən əvvəl bir Qərbi derbisi də baş tutacaq. Qəbələ Turantovuzla qarşılaşacaq. Qəbələdə üzlər gülür. Çempionatda son oyunda Araz Naxçıvanı üstələdilər. Kubokda Şəfanı keçdilər. Kefi yaxşıdır Qəbələnin. Amma bu oyunda favorit Qəbələ deyil və Qəbələ məncə buradan bir xal götürə bilsə, uğurlu nəticə sayma olar Qəbələ üçün. Və Bakı derbisi, düşünürəm ki, son illərdə bir Qarabağ Neftçi komandalar arasında baş tutan oyunu bir kənara qoysaq, bir tarixi var bu görüşün, amma Sabah Neftçi komandalar arasında keçən oyunlar
Maraqlı olur. Masazırda olacaq bu dəfəki qarşılaşma. Dəyişmə olacaq. Bu dəfə səncə Bakı kimin olacaq? Sabah Neftçi oyunları doğrudan son illərdə, xüsusən son 3 ildə çox prinsipial xarakter alıb. Xüsusən komandanın sahibləri məncə bir-birinə güzəşdirmək istəmirlər. Rəhbərlik səviyyəsində belə mən başa düşürəm ki, aralarında biraz da ola bilsin ki, mübarizə üstündə Rəqabət var. Rəqabət, bəli, rəqabətin gətirdiyi bir prinsipiallıq var. Mən düşünürəm ki, mövsümün sonunda hansı komanda digərini üstələsə turnir cədvəlində, digərləri çox da önəmli digər klublar. Məsələn, Sabah Neftçini üstələyəndə Sabah rəhbərliyi xoşbəxt olur. Eyni şey Neftçiyə də aid edirəm. Neftçi Sabahı üstələsə, Neftçinin rəhbərliyi xoşbəxt olacaq. Bəs bu şəhər həqiqətənmi ikisinə də dardımı? Bu oyda şəhərimiz var. 5 milyon insan yaşayır. Niyə ikisinə dar olsun? Yox, dar olmaz. Bakı böyüdür. Bu mahnını yazan Murad Arif belə artıq xəbərdardır ki, bu komandalar arasında necə bir rəqabət var, necə bir derbi var. Sabah Neftçi komandalar arasında keçiriləcək görüşə gəlincə bəs necə bir nəticə? Sabah yüksəlişdədir. Son vaxtlar həqiqətən yaxşı oynayır. Məsələn, İmişli ilə Kubok oyuna baxa bilmədim, çünki başqa oyuna baxırdım mən. Son çempionat oyununda ikinci hissədə, xüsusən son 30-35 dəqiqədə İmişliyə qarşı o meydanda Sabah super oyun, möhtəşəm oynadı. Yəni o meydanda o qurulan kombinasiyalar, topu sürətli gəzdirmələri əla idi. Velko Simiçin gəlişindən sonra komandanın liderinə çevrilib, ciddi oyuncudur. Yəni həqiqətən samballı oyuncudur Simiç. Simiçlə elə bir Sabah bir başqa libasa bürünür, başqa cür görünür. Ona görə mən düşünürəm ki, Sabah bu maçın favoritidir. Və son 2 qarşılaşma keçiriləcək. Daha 2 qarşılaşma başlayacaq. 14-cü tur çərçivəsində Araz Naxçıvan və Kəpəz komandaları üz-üzə gələcək. Mərdəkanda keçiriləcək bu qarşılaşma və digər qarşılaşma isə Sumqayıtda olacaq. Sumqayıt və İmişli. Araz Naxçıvan üçün revanş fürsətidir. Dünənləri Kəpəzə uduzdular. Qarşıda bu turlara Kəpəzlə oynayırlar. Görək. Baxa görə Kəpəz təsadüfi idimi Kubokda Araz Naxçıvanın keçməsi? Hərçənd ki, bayaq da dedim, təsadüfi deyil. Çox yaxşı oynadı Kəpəz. Araz Naxçıvandan indi baxa görə nə olacaq? Araz Naxçıvan son oyunlarda 6 oyunda deyəsən bir qələbəsi var cəmi çempionatda Araz Naxçıvan. İşlər qaydasına getməyən yəni Araz Naxçıvana mütləq qələbə lazımdır. Sumqayıt İmişli görüşünə gəlincə? Sumqayıt favoritdir. Düzdür. Bunların arasında intriqa var. Nəyə görə birinci dövrədəki oyunda İmişli qalib gəlsə də texniki məğlubiyyət verilmişdi Sumqayıt xatırlayırsan. İmişli intisamlı komandadır, amma Sumqayıt da yaxşı futbol oynayır. Yenə də İmişli sübut eləməlidir ki, o qələbəsi həqiqətənmi layiq edirlər bu qələbəyə? Yəni düzdür, o oyunda Sumqayıt daha yaxşı oynamışdı. Yəni mənim qol yadındadır yoxsa Mehdi Cənnətov topu uzaqlaşdırmaq əvəzinə yumruğunu içəri saldı. Yəni öz-özünə qol vurmuşdu. Amma İmişli son oyunlarda ciddi tərəqqiyyə nail olub oyun planında. Yəni İmişli çempionatın əvvəlində yalnız müdafiə olunan bir komanda idisə, artıq müdafiə ilə bərabər İmişli hücuma da keçir, düşünülmüş hücumlar qurur, sürətli keçidləri var. O baxımdan İmişli mən bəyənirəm, amma Sumqayıt məncə bu maçın favoritidir. Sumqayıtın baş məşqçisi Saşa İliç dünən oyundan sonra biraz gileyləndi. Dedi ki, bəs 4 oyunluq mənə cəza verilibdi. Adam öldürməmişəm ki. Mən İntisam Komitəsinin qərarını görən kimi yanımdakılar dedim ki, ağır qərardır. 4 oyun məncə çox oldu, həqiqətən 4 oyun çox oldu. Öz dedi ki, serb dilində bəzi sözlər dedim, amma deyir onu mən konkret hansısa bir şəxsi ünvanlamamışdım. Və sadəcə belə deyim, komanda uduzurdu, son dəqiqədə qol vurursan, özündən çıxdı. Mən ona haqq qazandırmıram, amma eləməməli idi. Amma 4 oyunda həqiqətən məncə çox oldu. Hələ böyük ehtimalla Saşa İliç hələ də futbolçu mentalı ilə davam edir. Özü də bunu etiraf elədi ki, normal bir şeydir. Yəni futbolçular arasında da gərginlik olur, söz atışması olur, məşqçilərin arasında ola bilər. Futbol emosional oyundur. Yəni çox da bunu böyütməyin tərəfdarı deyiləm. Məncə Sumqayıt apellyasiya versə 4 oyunu 2 oyuna salmaq olar. Və bizi Qarabağ Ajax komandaları arasında başlayacaq oyun gözləyir növbəti həftədən etibarən. Dünən biletlər satışa çıxarılmışdı, lakin mən deyərdim ki, hər kəs təəccübləndi. Bir də gördük ki, saat 3-də Qarabağ komandası paylaşım eləyib ki, sosial şəbəkədə artıq biletlər satışdadır. Şərhdə belə insanlar şoka düşmür ki, bir dəqiqə qalmış bunu deyərlər. O boksda belə bir şey var da, məsələn, solaxaylara qarşı heç kim döyüşmək istəmir. Çünki tərs gəlir də. Və Solaxay xüsusi hazırlıq görür. Məsələn, oyundan
döyüşdən qabaq sağ əlini işlədir. Sən ondan sol əllə yumruq gözləyəndə sən sağ vurur və səni nakavta sala bilərdi. Qarabağda belə deyim, məncə qara bazarı nakavta saldı. Çünki biri var əvvəlcədən saatı bilirsən, hazır dayanmısan, bəlkə kimsə hakerdən köməklə istifadə edir ki, tez girilməsən, çoxlu bilet alın, bunun qarşısını almış oldu. Məncə yaxşı bir önləm idi Qarabağ tərəfindən. Bunu yaxşı düşünüblər, afərin onlara. Biletlər də deyəsən Artıq satılıb. Mən bayaq sayta daxil oldum. Ucuz biletlər hamısı satılıb. 200 manat, 400 manat, 250 manatlıq bu qiymətdə artıq biletlər qalıbdı. Chelsea ilə oyun olsaydı o qiymətə olan biletlər də satılardı. Amma Ajax olduğuna görə qalıb. Amma yəqin ki o biletlər də tükənəcək. Qarabağ və Ajax komandaları arasında oyuna keçməmişdən əvvəl son olaraq Napoliyə qarşı maç gedişatında, penalti epizodunda bəzi hadisələr yaşanmışdı. Orada düzünü desəm mən də görüntüyə baxanda Marko Yankoviç və Bikali arasında bir problemin yarandığını fikirləşmişdim. Mübahisələr olmuşdu, lakin sonradan o üzə çıxdı ki, məhz bu şəxs Matias Silva imiş. Yuri Matias'ın adı gəldi. Matias'la Yankoviç arasında oldu. Bəli, Matias Silva və Yankoviç arasında olub və Qurban Qurbanov da həmin futbolçuları bir cəzalandırıb yüngülcə. Bu barədə də daha sonra Kərvan Yevlaxa qarşı oyundan sonra bir mətbuat açıqlamasında da bildirmişdi. Mənim üçün iki futbolçunun, hətta komanda yoldaşı olsa belə meydan içində mübahisə eləməyi normal bir şeydir. Futbol emosiya oyunudur. Yəni orada dalaşmadılar ki, onlar bir-birinə vurmadılar ki, zərbə endirmədilər ki, sadəcə sözlü atışmadı. Olur da, yəni futbolda gərgin olun. Biz özümüz, mən illərdir futbol oynayıram. O qədər olub ki, öz komanda yoldaşına mübahisə eləmişəm ki, bu epizodda sən niyə səhv elədin? O deyir, məsələn üçün, sən burada belə eləmədin, səhv ötürmə verdin, geriyə qayıtmadın, o, bu. Olur, futbolun içində olan şeylərdir. Onlar dostdular. Matias'la Yankoviç və ya nə bilim Yankoviçlə olsun Bikalio. Oldu, bitdi, meydanda da qaldı. Mən əminəm ki, o epizoddan bir dəqiqə, bəlkə bir dəqiqədən 30 saniyə sonra onlar əl verib sıxışırlar. Belki də komanda yoldaşları biraz çox sərt reaksiya göstərdilər. Hamı şığıdı və bir-birlərindən ayırmağa çalışdı bu futbolçuları və bu görüntü ortaya çıxdı. Ortaya çıxanda sanki Qarabağın futbolçuları dalaşırlar. O insan psixologiyası da gələ heç kimi onların arasına yaxınlaşmazdı. Məsələn, yolda görürsən, məsələn, 2 nəfər mübahisə edirsə, sən onları yaxınlaşanda kimsə ayırmağa, əksinə onlar qızışırlar. Yan kənarda bax, mübahisələr bitəcək. Bəs Qarabağ və Ajax komandaları arasında keçiriləcək görüş barədə fikirlərin necədir? Qələbə olsa, nə gözəl olardı, ha? Qələbə olsa, rahat. Qələbə Ajax'ı udursan. Yeni il hədiyyəsi. Yəni 99% artıq play-offda olmaqdır. Ajax'ı udsa 99% play-offda olmaqdır. Amma mən düşünürəm ki, biz Ajax'a asan yem kimi baxırıq. Artıq Ajax'lı oyundan həftələr öncə məsələn fikirləşirik ki, Qarabağ Ajax'ı udacaq və Qarabağ Ajax'ı udmalıdır. Bu qədər qeyri-ciddi almamalı Ajax, hə? Komanda bütün oyunları udub Çempionlar Liqasında, çempionatda da işləri yaxşı getmir, amma unutmayaq ki, bu Ajax'dır. Və nə vaxtsa bu komanda uğursuzluq olağından çıxmalıdır. Mən ondan qorxuram ki, Qarabağlı oyunda bu baş verməsin. Tək istəyim odur ki, Qarabağlı oyunda baş verməsin. Mən düşünürəm ki, hətta heç-heçə belə Qarabağ üçün normal nəticə sayılmalıdır. Qarabağ çalışsın uduzmasın, xal götürsün. 3 xal götürsə əla olar, super olar. Ajax komandasının cəri mövsüm vəziyyəti yaxşı deyil. Buna görə həqiqətən də mövsüm gedişatın əvvəlindən artıq Ajaxdan xal götürməyimizi, Ajaxa qalib gəlməyimizi fikirləşirik. Bütün media bundan danışır, futbol ictimaiyyəti bundan danışır. Bu təzyiq yaradır səncə? Yaradır, bəli, yaradır. Sizin bir sənə içədir. Qarabağ futbolçuları da, baş məşqçi də başa düşürlər ki, yəni Ajax'ı udmalıyıq. Əgər 7 xalımız varsa, bu qədər 5 oyunu 7 xal yığmalıyıqsa, bundan sonra play-off'a düşməmək həqiqətən də yaxşı olmaz. Adamı çox məyus eləyər insanı. Ən çox da onlar məyus olarlar. Qurban Qurbanov köməkçiləri, Qarabağ rəhbərliyi, futbolçular ən çox onlar məyus olarlar. Biz də məyus olarıq, jurnalistlər, azarkeşlər. Yəni 7 xal götürmüşük, artıq udaq da, bir də Ajax'ı udaq, gedək play-off'a, bayram olsun da, festival olsun. Qarabağ bu yerə qədər gəlib, Çempionlar Liqasında hazırda 7 xalı var, 19-cu yerdə qərarlaşıb və bu komandanın bu ana qədər qazandığı bir məbləğ də bəllidir. Hələ ki, deyək ki, növbəti oyunlarda Qarabağın qələbələri gəlməsi ilə o məbləği də artar, cibləri daha da dolar, 30 milyon avro. Nə etmək olar bundan? 30 milyon lazım deyil. Bircə milyon avrom olsaydı nələr eləməzdim, nələr. Nə gözəl. Düşünmək belə insanı belə xoşbəxt eləyir. 1 milyon avro. Möhtəşəm bir şey olardı. Heç nə, özümə bir ev alardım.
Bəs Qarabağ nə edə bilər? Həmin 30 bir evin qiymətinə kimi ala bilər? 30 milyon avro o deməkdir ki, Qarabağ artıq illik büdcəsini çıxartdı. Məncə ən çox sponsoru Azərbaycan Holding rəhbərliyi sevinir. Tahir bəy sevinər ki, sponsordan artıq əlavə gəlirə ehtiyac olmayacaq. Yəni ən azı bir Leandro Andrade-ni Qarabağ neçəyə almışdı? Elə deyəsən bir evin qiyməti nədir Bakıda? Leandro Andrade Qarabağ hardasa 500 min avrodan ucuz almışdı. 300-400 min almışlar. Okay. Verilişimizin başa çatmağına çox az qalıb və Azərbaycan milli komandası ilə klublarımızla biraz yekunlaşdıraq və milli komandamız barədə bir məlumata diqqətə çatdırmaq istəyərdim. Sportalas saytının məlumatına görə mart ayında FIFA seriyası Azərbaycanda keçiriləcək bu yarış. Xatırlayırsansa bir 2024-cü ilin yazında elə keçirilmişdi yenidən bu oyunlar və Azərbaycan milli komandası Monqolistanla qarşılaşmışdı. Tanzaniya ilə oyun olmuşdu. Bu komandalar bir-birlərinə qarşı oynamışlar. Əslində maraqlı bir təcrübə idi və bu yarış yenidən Azərbaycanda keçiriləcək. Milli komandamızın rəqibləri bəlli olubdu. Sportalas saytının yaydığı məlumata görə Oman milli komandası ilə, Sierra Leone komandası ilə və Saint Lucia ilə qarşılaşacaq Azərbaycan milli komandası. Hansı komandalar sənə tanış gəldi? Valla Omanla Sierra Leone əlbəttə ki tanıyıram. Bu Saint Lucia, Saint Lucia. Bu komanda eşitmişəm bu adı. Məsələn, coğrafiya mən yaxşı oxumuşam da. İndi universitet qəbul imtahanında 3-cü qrupda vermişəm. Amma mən bilmirəm ki, o Saint Lucia harda yerləşir. Hansı qitədir, hansı FIFA seçmə mərhələsində, hansı zonada oynayır. Bir ipucu verim. Bəlkə bilmirəm tapacaqsan yoxsa yox. Saint Lucia milli komandası bəli, düzgün səsləndirdim. Saint Lucia milli komandası dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparan və qrup birincisi olan bir ölkəni məğlubiyyətə uğradıb. Azərbaycanda həmin ölkə çox gündəmdə olmuşdu. Bu şey deyil, Avstraliya, Yeni Zelandiya o tərəflər deyil. Curaçao. Maraqlıdır. Saint Lucia'da elə bu zonada çıxış edir. Reytinqlərinə, FIFA reytinqlərinə bir nəzər salsaq, hazırda 167-ci yerdə qərarlaşıblar. Bizdən yuxarıdadılar. Yox. Yox, biz doğrudan. Biz 127 deyəsən. 127-ci yerdəyik və 121-ci yerdə isə Sierra Leone. Sierra Leone bizdən qərarlaşıb. Yuxarıdadır. Bu milli komandalarda keçiriləcək oyunlar Omanla, Sierra Leone ilə, Saint Lucia yığmaları ilə milli komandamıza xüsusi bir şey qata biləcəkmi? Çünki son oyunlarda FIFA seriyasında yenə deyirəm, maraqlı əslində qarşılaşmalar idi. Biraz ekzotik ölkələr gəlmişdi Azərbaycana. Özümüzü sınayaq da fərqli oyun tərzi olan yığmalardır, fərqli qitələrin yığmaları. Məsələn, biz bu komandalarla Avropada seçim mərhələdə qarşılaşmırıq. Bu baxımdan məncə maraqlı təcrübədir. Həm də ki, bunu FIFA özü qərar verdi. Yəni seçim haqqı bizdə deyil və ya Sierra Leone-də deyil. Yəni, FIFA özü deyir ki, qarışdırım, mix eləyim, müxtəlif qitələrin komandalarını bir-birinə oynadım. Məncə maraqlı təcrübədir. Əsas odur ki, oyunlar olsun, futbolsuz qalmayaq, darıxmayaq. Milli komandalar demiş, son günlərdə yenə də sosial şəbəkələrdə Nigar Mirzəliyevin qadınlardan ibarət milli komandamızın üzvünün vurduğu bir qol diqqət çəkmişdi. Bunu xüsusilə Offside-in səhifələrində izləyəndə nə qədər insanların maraqlı qollar izləməyə həvəsli olduqlarına fikir verdim. Bir də Region Liqasında da maraqlı bir Ronaldo sayağı bir qol da vurulmuşdu. Bunu bir izləyicimiz bizə göndərmişdi. Yenə paylaşdıq, maraqlı oldu. Amma indi müqayisə elədim. Niyəsə Misli Premyer Liqasında belə qollar ya gündəm olmur, ya qollar vurulanda tez sönüb gedir. Deyim də nəyə görə? Çünki Misli Premyer Liqasında oynayan futbolçular usta futbolçulardır. Yəni onlardan onsuz da gözlənti budur ki, belə baxımlı qollar olmalıdır. Ya uzaq məsafədən, ya yaxın məsafədən deyək ki, 2 nəfəri alladıb qol vurasan və ya qayçıvari zərbə, akrobatik zərbə ilə qol vurasan. Amma deyək ki, Region Liqasında həvəskar bir insanın, futbol oynayan bir insanın baxımlı qol vurması daha çox maraq doğurur və ya qadın futbolunda qadın xanımların bu cür qol vurması qadın futbolunu izləməyənlər üçün xüsusi maraq doğurur. Məsələ budur. Yeri gəlmişkən Nigar Mirzəliyevanın vurduğu qolu görüb deyirdilər ki, onu Nərmanın əvəzinə transfer eləyin dərhal. Yəni Nərman üzərinə həmişə deyirəm, çox geri valla. Nərman son oyunda da kubokda çıxdı, 2 qol vurdu. Yəni Nərman üzərinə çox gerilir. Ajax-la oyunda hansı Qarabağ futbolçusundan qol gözləyirsən? Yoxsa hələ tezdir demək? Bir dəfə Addani demişəm. Özüm doğru oldu. O demək deyil ki, hər dəfə mən dediyim futbolçu qol vuracaq. Kim vurur vursun, əsas odur ki,
qollar olsun. Yəni Qarabağ qələbə qazansın. Hətta Kohalski gəlsin məsələn. Belə bir ssenari düşünə bilirsən. Oyunun sonlarıdır. Qarabağa mütləq qol lazımdır. Gün zərbəsi zamanı Kohalski gedir rəqibin cərbə meydançasına, oradan başla qol vurur. Tək Kohalski vursun. Kim vurursun? Əsas odur ki, Qarabağ qalib gəlsin. Təşəkkürlər Ceyhun. Bugün gəldiyin üçün və diləyin də, arzun da, xəyalın da gerçək olsun. Ümid eləyək ki, ona heç Leandro Andrade də yuxusunda görər. O 2 qat, yəni gerçəyə çevrilə bilər. Təşəkkürlər bugün gəldiyin üçün. İzləyicilərimizlə, dinləyicilərimizlə gələn həftənin 1-ci gününə qədər sağollaşıram. Özünüzdən müğayət olun.